Bir dəfə mən, bir dostum və ailəlikcə dördümüz maşında gedirik. Dostumun maşınındayıq. O sürür, mən qabaqda oturmuşam, xanımlar arkada əyləşiblər. Bu barda çox deyilirdi, indi Azərbaycanda bilməm onun adı nədir. Nəysə, oradan nəsə götürməli olanda açanda, mən açanda dostumun həyat yoldaşı arxadan gördü ki, orada bir eynək var, qadın eynəyi. Görən kimi qayıt ki, ona eynəkdir. Bunun yoldaşına deyirəm ki, bəs dünənləri bizim çəkilişlər var idi, reklam çəkilişi. Bəs biz bu maşından getmişdik, maşın çox lazım idi. Bu bizim rekvizitlərdəndir, yəni qadın obrazının rekvizitidir, həmən eynəkdə, qadın aşkisi barda çoxdadır. Biraz belə pauza, o dostumun həyat yoldaşı dedi ki, dedim Işıq, halaldır sənə, çox sağ ol, qəşəng bəzədin, hər şey, o mənim də eynəyimdir, eynəyimi verdim. Dedim, mən nəysə eynəyi verdim, belə sanki birbirimizin üzünə baxdıq. Pərt olmuş.